Salam dostum. Yaxşıyam. Sən necəsən? Çox şad oldum. Axır ki zəng etmisən. Ay qız, ərin hanı? Gözümə dəymir. Harda itib batıb, səsi də gəlmir. Harda olmalıdır öz iş gücündə? Düz 18 saat işləyir gündə. Evdə işləmirəm. Bekaram daha. Evdə işləmək mənə çox gəldi baha. Bəs sən deyirdin ki, işi gücü yox. Nə çox işləyir o? Yəqin pulu çox. Yox, işləyir o hər axşam səhər. İşləməsə olar, hər gün zəhər. O əvvəllər idi, görürdüm mən iş. İndi bax o günlər lap çıxıb getmiş. Harda işləyir o? Vəzifəsi nə? Tez ol, bircə sən anlat mənə. Ay qız, danışmağa söz tapmadın sən. Nə iş gördüyünü gərək biləsən. İndi iş tapmışam artıq özümə. Arvad da hər şeyi vurmur üzümə. Yaxın rəfiqələr deyilkmi biz? Qoy gizli qalmasın heç bir sirrimiz. Yox, danışmağa vaxtım yoxdur heç. Serialın başlayır, yaxamdan əl çək. Seriala baxacağım mən indi burada. Arvad, bu seriala baxacaq o da. Çox vacib idi o serial sənə. Elə vaxtım yoxdur deyirsən mənə. Gəl salma, sən canı burada qalma qal. Bax, artıq başladı bizim serial. Adı nədir onun? Adı Qalmaqal. İndi başlayacaq həmin serial. Səninlə dostluğu onda pozuram. Bu hərəkətini mən bura yazıram. Maraqlı yerdir, imkan ver baxım. Sən də bax, olacaq buna marağı. Artıq başladı bax. Kişi söz deyir. Arvadsa mətbəxdə yeməyi yeyir. Ondan danışma sən, danış ərindən. Harda işləyir? Söz saxlama məndən. Ərindən danışma, sudan qurudur. Hər yerdən pul yığır, mahir oğrudur. Peşəsi oğrudur bax bu kişinin. Amma ustasıdır o öz işinin. Mahir oğrudur o. Ay yazıq bacım. Sənin dərdin acın, mənim də acım. Bir var, öz evindən oğurluq edir. Sonra o pulları götürüb gedir. Oğurluq edir o. Bax öz evindən. Arvadı bezibdir onun əlindən. Əclaf neçə kərə polisə düşüb. 3-4 il yatmaqla orada ötüşüb. Əvvəllər bir dəfə türmədə yatıb. Qurtarmaq üçün hətta evini satıb. Əvvəllər çox gözəl bir insan idi. Çox yaman işlərə qarışıb indi. Belə hərəkətdən utanmır o heç. Tutulacaq yenə. Tez ya da ki geç. Nə utanma? Onda utanan üz var. Tərkizməz alətin belə adamlar. Yaxşı olub deyirlər cavanlıqda. Sonra pis işlərə qarışır. Vay, dilə gəlsin kamanım, sazım. Belə bir kişidən boşanmaq lazımdır. Qoymur boşanmağa zorla saxlayır. Arvad gecə gündüz elə ağlayır. Boşanmaq istəyir arvad əlindən. Boşamır. Deyir ki, getmə gözümdən. Necə? Öz ərindən danışmırsan sən? Bildim. O serialdan sən bəhs edirsən? Ərimi demirəm, bunu deyirəm. Ərim də necə tip özüm bilirəm. Yaxşı ki, bizim bir pis işimiz yox. Yoxsa danlayardı arvad bizi çox. Belə bir şey olar, doladın məni. Küstüm, dostluqdan çıxardım səni. Yaxşı, sağ ol, biz danışarıq. Sür sənin eybi yox, biz barışarıq. Yaxşı, sağ ol dostum. Bu seriala bax. Gör nələr edəcək hələ bu alçaq. Sağ ol.